أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər birinizi xoş gördük, əziz dəyərli Azğın TV izləyiciləri, əziz dəyərli möminlər. Və bu günlərdə zamanın imamı mövzusuna qaldığımız yerdən inşallah ki, davam edərək. Ötən mövzularda, ötən bölümlərdə belə deyək ki, bir sıra mətləblərə aydınlıq gətirdik. Həm Qurani-Kərimin ayələrindən, həm də ki, əzəmətli olan hədislərdən, əzəmətli şəxslərdən olan hədislərdən istifadə etdik. Və eləcə də bu günlərdə inşallah ki, bir məsələyə aydınlıq gətirərik ki, Həzrəti Peyğəmbər salavatullah ilə İmam Mehdi Əcəlallahu fərəcəhu şərif arasında olan oxşar cəhətlər. Və mövzumuza başlamamışdan öncə də qeyd edim ki, çox gözəl, əzəmətli günlər yaşayırıq və bu günlərin həqiqətən əlimizdə ən böyük bir açardır, bağışlanma ayıdır. İnşallah ki, Allah bizi bağışlananlardan qərar versin. Peyğəmbər salavatullah ilə İmam Mehdi Əcəlallahu fərəcəhu şərif arasında bir sıra oxşar cəhətlər var. Hədislərə baxsaq da görə bilərik və bunları Quran ayələri ilə də tutuşdursaq da görə bilərik. Misal üçün, hansı oxşar cəhətlər var deyə bilərsiniz? Misal üçün, birinci elə oxşar cəhət əxlaq və yaradılışda olan oxşar cəhətdir. Qurani-Kərim Qələm surəsi 4-cü ayədə Peyğəmbərimizi əzəmətli əxlaqın sahibi deyə tanıtdırır və onun bizim üçün nümunə olduğunu qeyd edir digər bir ayədə ki, misal üçün Əhzab surəsi 21-ci ayə, həqiqətən Allahın Rəsulu sizin üçün ən gözəl nümunədir. Və biz əlbəttə ki də hədislərə nəzər yetirsək, həm Peyğəmbərimizin özündən, həm də ki, digər məsumlardan da oxuyarıq ki, əxlaq, yaradılış və xilqət cəhətindən qaim, yəni Mehdi Əcəlallahu fərəcəhu şərif ən çox Peyğəmbərə oxşayandır. Misal üçün, İmam Baqir əleyhissalam buyurub, qaim, yəni Mehdi bizdən o şəxsdir ki, xilqət, görünüş və əxlaq baxımından Peyğəmbər salavatullaha ən çox bənzəyir. Elə Peyğəmbərimizin özündən də bir hədis var, inşallah ki, ötən mövzularda da demişdik bu hədisi, inşallah ki, indi də deyərik. Mehdi mənim övladlarımdandır, adı mənim adımdandır, künyəsi mənim künyəmdəndir. O əxlaq, yaradılış cəhətindən insanlar içərisində mənə ən çox bənzəyəndir. Mənbədə Buharul Ənvar, cild 36, səhifə 309. Əgər ki, Peyğəmbərimizi Qurani-Kərim, Allah Teala Qurani-Kərimdə onu əzəmətli əxlaqın sahibi deyə tanıtdırır. Onun nümunə olduğunu qeyd edir Əhzab surəsi 21-ci ayədə. Bizim üçün ən gözəl nümunədir, ən gözəl. Əgər Peyğəmbər ki, bizim üçün ən gözəl nümunədir, hədislərdən də çıxardırıq nə? Əxlaq, yaradılış, xilqət cəhətindən ən çox elə qaimin özü Peyğəmbərimizə bənzəyir. Əgər bənzəyirsə, deməli o da böyük və əzəmətli əxlaqın sahibidir. Böyük və əzəmətli əxlaqın sahibidir. Peyğəmbərimizin böyük və əzəmətli əxlaqın sahibi olduğunu biz bir neçə dəlillərlə görə bilərik ki, əlbəttə ki də Peyğəmbərimizə qarşı bir sıra haqsızlıq olmuşdu. İslamın ilkin dövrlərində insanlar tərəfindən əlbəttə ki də onun apardığı bu missiya bəyənilmirdi və ona qarşı haqsız hərəkətlər edilirdi. Onun haqqı düzgün əda edilmirdi. Və amma buna baxmayaraq Peyğəmbərimiz heç bir zaman bəddua etməmişdir. Və eləcə də qeyd etmək lazım gələr ki, bu ən böyük və ən gözəl əxlaq nümunələrindən biridir ki, biri sənə pislik eləsin, sənsə bunun qarşılığında onun hidayət olunması üçün dua edəsən və onun axirəti üçün qorxasan. Və eləcə də qaim Mehdi Əcəlallahu fərəcəhu şərif də elə bizim üçün dua edir, bizim üçün narahatdır, bu cəmiyyət üçün narahatdır. Bizim etdiyimiz əməllərin, bəziləri deyir ki, zühur niyə baş vermir, nə vaxt olacaq zühur?
Biz nə zaman ki, ötən mövzularda dedik, Qurani-Kərimin ayələrini başımızın üstündə tutsaq, nə zaman ki, özümüzü deyil, o mən anlayışını deyil, məni bərabər eləsək, yəni biz üçün çalışsaq, cəmiyyət üçün çalışsaq və özümüzün daxilində islahat aparsaq, baxın, o zaman zühur tezləşər. O zaman zühur tezləşər. Cəmiyyət hələn buna hazır deyil. O kim ki deyir, mən uşaqlığımdan eşitmişəm ki, İmam Zaman ağa Əcəlallah fərəcəhu şərif zühur edəcək. Bəs niyə zühur etmir? Bəs niyə zühur etmir? Deməli, sən heç özünə sual vermirsən, nə qədər sən Allah Təala qarşısında o Allahın qoyduğu hədlərə riayət edirsən, nə qədər o haqqı əda edə bilirsən, nə qədər Qurani-Kərimin sənə göndərdiyi nişanələrə, hədlər ki, sənə qoyub Allah Təala, o hədlərə riayət edə bilirsən, əməl edə bilirsən. Baxın, sual elə buradan çıxır. Mənim zühura təsirim gör nə qədər böyükdür. Eləcə də bir sıra oxşar cəhətlər var. Misal üçün qiyamətə hazırlıq. Bildiyimiz kimi də dəvət missiyası onların eyni idi. Həm peyğəmbərdə eyni idi, həm Həzrəti Mehdi Əcəlallah fərəcəhu şərifdə də eyni idi. Peyğəmbər nəyə görə göndərilmişdi? Allahın dinini bizə bəyan etsin. Bizim üçün hədləri, Allahın hədlərini bizə bəyan etsin. Yaxşı, yəni haqqı yaysın. Yaxşı. Eləcə də Həzrəti Mehdi Əcəlallah fərəcəhu şərifin də əsas missiyası nədən ibarət idi? Çünki biz hədisləri araşdırsaq, görürük ki, elə peyğəmbərin özündən dedik ötən səfər hədisdə ki, yer üzü zülm, sitəm, ədalətsizliklə dolduğu bir zamanda o ağa, yəni zühur edəcək. Zühur edəcək. Əgər ki, peyğəmbər haqq yayırdı, yəni haqqa doğru bizi dəvət edirdi, Həzrəti Mehdi Əcəlallah fərəcəhu şərif də odur. Yer üzü ədalətsizliklə dolub, daşdığı bir zamanda o ədalətsizliyin kökünü kəsəcək inşallah ki, Allahın əmri ilə. Yəni ki, peyğəmbər insanları zülmətdən nura çıxartdı, zülmətdən nura çıxartdı. Eləcə də Həzrəti Mehdi Əcəlallah fərəcəhu şərif də dünyanı zülmdən qurtaracaq. Zülmdən çıxardacaq hara? Salamatçılığa. Əlbəttə ki də bunların hər biri Allahın izni ilədir. Allahın izni ilədir əlbəttə ki də. Biz ötən səfər hədisdə də dedik ki, o qaimin zühru qiyamətin saatı kimidir. Yəni onun vaxtını heç kəs bilməz və biz Qurani-Kərimin ayələrini araşdıranda nə gördük orada? Yəni o qiyamətin saatı ki, onu Allahdan başqa heç kəs bilmir ha. Nə yerdə, nə göydə ayədə deyilir. Nə yerdə, nə göydə heç kəs bilmir. Yəni qaimin elə zühuru da qiyamətin saatı kimidir. Onun zühru birbaşa olaraq elə Allahın əmrinə bəddir. Digər bir oxşar cəhət də elə davamlı olaraq getsək, biri də zülmə qarşı mübarizədir. Peyğəmbər sallallahu nə qədər zülmə qarşı mübarizə aparıb, nə qədər haqsızlığa qarşı mübarizə aparıb. O cəmiyyətin hələm qoydum ki, qırağa, yəni ki, insanların bir-birinə qarşı olan haqsız hərəkətini qoydum qırağa. İnsanların özü özünə olan haqsız hərəkətləri ki var, o insan ki günah işləyir və əlbəttə ki də fərdi günahlar belə insanın özü özünü elə bil neynəməsidir? Bıçaqlamasıdır, öz ruhuna zərbələr endirməsidir ki, elə peyğəmbər bunun üçün mübarizə aparırdı. Həzrəti Mehdi Əcəlallah fərəcəhu şərif də elə zülmlə mübarizə aparır. O zülmə qarşı mübarizə aparır. Nəinki cəmiyyətdə baş verən zülmə qarşı mübarizə aparır ki, cəmiyyətdə insanların bir-birinə görürük də axır zamanda hədislərdən də oxuyuruq. Yer üzü zülm, sitəm, haqsızlıq, ədalətsizliklə dolduğu bir zamanda ağa zühur edəcək və yer üzünü ədalətlə dolduracaq. Baxın həyatımıza nə qədər zülmlər var. O zülmlərin sayı gündən-günə artır. Gündən-günə də artır və artacaq da. Ta ki ağa zühur edənə qədər. Bəli. Yəni nəticə bu oldu ki, peyğəmbər sallallahu ilə elə Həzrəti Mehdi Əcəlallah fərəcəhu şərif hər ikisi zülmə qarşı mübarizə aparır. Hər ikisi zülmətə qarşı mübarizə aparır. Niyə? Haqqı bərqərar etsinlər. Niyə? Aydınlığı gətirsinlər. İnsanlar başa düşmür, elə özləri özlərinə zülm edir. Həkim deyir ki, sənə bu dərman atmaq fayda verir. Elə bilir ki, həkimi
aldadır insan. Amma fərqinə varmır ki, bunun öz dərmanı atmağın həkimə heç bir ziyanı və yaxud da xeyri yoxdur. Allah bizim üçün hədlər təyin edib. Bu hədlərə riayət elədin və yaxud da eləmədin. Allaha ziyanı var və yaxud da riayət eləsəm xeyri var? Yox. Riayət eləməsəm onun nəticəsini çəkəcəm. Onun belə deyək, əzab veriləcək mənə buna görə və riayət eləsəm Allahın hədlərinə, buna görə də Allah məni mükafatlandıracaq. İnsan bunu başa düşməlidir ilkin olaraq ki, sənə qoyulan hədlər ki var, Allah Təala elə sənin üçün qoyub bu hədləri. Mənim üçün qoyub, bizim üçün qoyub bu hədləri. Allah Təalanın nəyə ehtiyacı var ki, sənin namazına ehtiyacı var, orucuna ehtiyacı var. 18 saat ac qalmısan, yəni ki, bunun Allaha nə xeyri, nə ziyanı? Sənin ruhunu paklaşdırmaq üçündür. Ruhunu paklaşdırmaq üçündür. Yəni yeməkdən sən Allahın halal etdiyi şeyləri sən həmin vaxt sənə haram olur. Yemək içmək sənə haramdır. Oruc vaxtında, oruc tutulan vaxt. Və sən nə edirsən bu vaxt? Ancaq sən ruhun təmizliyi ilə məşğul olsan. Düzdür, orucun tibbi cəhətdən xeyirləri də var. O heç insan bədəninə toksidləri təmizləyir, o öz yerində. Amma gəlin baxaq, bu oruc nə qədər günahları yandırır. Düzgün tutulan oruc nə qədər günahları yandırır. Nə qədər insanda bu ayda belə deyək, dəyişiklik baş verir. Bir nəzər yetirək öz həyatımıza nə qədər dəyişiklik baş verdi. Neçə gündür artıq hardasa bir 13 gün var təqribi. Bu günlər bizə nə qədər təsir etdi. Maraqlıdır da 13 gün içərisində nə qədər özümüzün üzərində işləyə bildik. Əlbəttə ki də bir oxşar cəhət də var ki, gizli dövr. Necə ki Həzrəti Peyğəmbər sallallahu barəsində eləcə də digər peyğəmbərlər qeyd ediblər. Digər peyğəmbərlər danışıblar. Eləcə də Həzrəti Mehdi Əcəlallahu fərəcəhu şərif barəsində də həm peyğəmbərin özündən, həm imamlardan olan bir sıra hədislər var ki, qaimin özü nə deyir? Qurtuluşdur. Qurtuluşdur. Elə ötən səfər hədisdə oxuduq ki, elə İmam Zaman ağanın özündən ki, dua edin fərəziniz və qurtuluşunuz üçün. Yəni hər ikisi də gizli dövrdə, yəni hər ikisinin də gizli dövrü olub. Bəziləri ki var, hətta alimlərdən söyləyirlər ki, o şəxslər ki, bəziləri var, elə imamın intizarındadırlar, imamı gözləyirlər. İmam zuhur eləyəndə deyir elə ona qarşı qalxacaqlar. Bəziləri də indi bəziləri. Səbəb nədir? Çünki öz düşündükləri kimi, yəni belə deyək ki, təsəvvür eləyirlər. Bəzi insanlar var ki, var, öz düşündükləri kimi təsəvvür eləyirlər. Allah bizi qaimin yanında olanlardan, onun xidmətçilərindən qərar versin inşallah. Amin. Və hədislərdən birində də oxuyuruq ki, elə hədəflər eyni idi. Peyğəmbərin bu sünnəsi idi. Həzrəti Mehdinin Əcəlallahu fərəcəhu şərifin apardığı ki, bu missiya var, elə peyğəmbərin apardığı missiya idi. Nəinki peyğəmbərimizin, İslam peyğəmbərinin apardığı bir missiya idi. Hətta bütün peyğəmbərlərin bu getdiyi, yəni yol idi, o missiya idi. O missiyanı tamamlamağa gələcək Həzrəti Mehdi Əcəlallahu fərəcəhu şərif. Misal üçün hədisdə oxuyuruq, Həzrəti Peyğəmbər buyurub, onun, yəni Mehdinin sünnəti elə mənim sünnətimdir. İnsanları mənim dinimə və şəriətimə tərəf qaldırar və onları Allahın kitabına tərəf dəvət edər. Əlavə bir şey gətirmədi ki, əlavə bir şey olmadı ki, yəni belə Peyğəmbər nə gətirmişdi? Allah Təala ona nə əmr etmişdi və Peyğəmbər də onu bizə belə deyək ki, çatdırmışdı ki, indi cəmiyyət biraz laxlayıb, belə deyək də, loru dildə. Həzrəti Mehdi Əcəlallahu fərəcəhu şərif də ona tərəf, yəni o şəriətə, o düzgünlüyə, haqqa tərəf insanları Allahın kitabına, elə tövhidin yoluna, tövhidə tərəf nə edər? Əlimizdən tutar, dartıb aparar. Yaxşı. Bir də oxşar cəhətlərdən biri budur ki, xatəmiyyət.
Deyirik ki, Peyğəmbərimiz Rəsul-i Əkrəm sallallahu əleyhi və səlləm sonuncu peyğəmbərdir. Sonuncu peyğəmbərdir. Yəni bütün peyğəmbərlərin içərisində bu sonuncu peyğəmbərdir. Qain də kimdir? Sonuncu imamdır. Sonuncu imamdır. Və hətta biz Əshab surəsi 40-cı ayədə də oxuyuruq ki, Muhammed aranızdakı kişilərdə heç birinin atası deyildir. Lakin o Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. Peyğəmbərlərin sonuncusudur, imamların sonuncusudur. İmamların sonuncusudur. Və yağdan ki, nə qədər oxşar cəhət gətirdi ki, o bizi neynədi? Gətirdi bizə kamil şəriət gətirdi, kamillik gətirdi, öz sünnətlərini gətirdi. Öz sünnəti deyəndə, yəni Allahın əmri ilə sünnətləri gətirdi bizə, yolu bəyan etdi. Elə İmam Zaman da gələcək, neynəyəcək? Bayaq dedik, elə həmin sünnətə doğru bizim əlimizdən tutub aparacaq. Tövhidə doğru aparacaq bizi, düzgün yola aparacaq, haqqa doğru aparacaq. Və elə bu da onu göstərir. Bu da onu göstərir. İmamların sonuncusudur, peyğəmbərlərin sonuncusudur. Bir oxşar cəhət də bu. Biri də budur ki, rəhmət cəhətindən. Biz Qurani-Kərimdə oxuyuruq ki, biz səni aləmlərə rəhmət olaraq göndərdik. Ənbiya surəsi 107-ci ayə. Və burada hədis-i qüdsüdən də qeyd etmişəm ki, burada hədis-i qüdsüdə qeyd olunur ki, Həzrəti Mehdi Əcəlallahu fərəcəhu şərif barəsində o bütün aləmdəkilər üçün bir rəhmətdir. Onda Musanın kamalı, İsa'nın əzəmətli nuru və Əyyubun səbri vardır. Ki, qeyd edək ki, indi inşallah ki, qismət olar, gələn mövzuda həm qeyb məsələləri barəsində danışarıq, həm də ki, digər peyğəmbərlərdə qeyb olubmu, olubsa hansı formada olub, onlar barəsində danışarıq inşallah, qismət olarsa. Təşəkkürlərimi bildirirəm. Sağ olun ki, məni izlədiniz, vaxtınızı ayırdınız. Allah sizdən razı olsun. Allah tutduğunuz orucları, etdiyiniz ibadət və itaətləri qəbul etsin. Allah sizi İmam Zaman ağanın köməkçilərindən qərar versin inşallah. Təşəkkürlərimi bildirirəm bir daha. Sağ olun, salamat qalın.